Sahih Müslimdə Əbu Hüreyrədən rivayət olunan hədisdə gəlir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, "Mən nəffəsə mu'minin qurbatan min qurabi'd-dunya, nəffəsallahu anhu qurbatan min qurabi yawmil qiyamah." Deyir ki, o kəs ki, möminə kömək edər, mömin bir bəlaya düşər bu dünyada, o bəladan onu çıxarsa, Allah subhanahu wa ta'ala onu həm bu dünyada həm axirətdə bəladan çıxardar. Və ona görə də alimlər buyururlar ki, bir qayda var, ilahi qayda. Deyir, "Əl-cəzəu min cinsil əməl." Deyir, həmişə mükafat və yaxud da cəza hansı əməli sən eləmirsən, onun cinsindən olur, onun mislində olur. Necə ki, sən bu möhtac olan müsəlmana, insana kömək elədin pis vaxtda, bəladan çıxartdın, Allah subhanahu ta'ala onun mislində sənə kömək eləyəcək. Yəni, səni də bəladan qoruyacaq. Sənə də bəla bu dünyada gözləyir. Çünki insan ola bilməz ki, daim rahatçılıqda yaşasın. Yox, bəla gəlməlidir. Və bu dünyada da olmasa, dünyadan tez getsən, qiyamət günü özü elə bəladır. Qiyamət günü elə özü böyük bəladır. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm nə deyir? Deyir, Allah subhanahu ta'ala onun həm dünya bəlasından, həm qiyamət günü bəlasından qoruyar.